Qusar rayonunun Zindanburuq kəndinin 95 yaşlı sakini Əziz Kurumov yaşadığı evə təbii qaz xəttinin çəkilməməsindən şikayətçidir. Onun sözlərinə görə kəndə mavi yanacaq verilsə də, evinin cəmi 100 metrliyində yerləşən evlər qazla təmin olunsa da, onun mənzili bu imkandan kənarda qalıb. Yaşlı sakin deyir ki, qış aylarında yanacaq problemi onların gündəlik həyatını xeyli çətinləşdirir. Odun çətindir, gətirmək çətindir. Bir maşın ot verirəm, odun 1000 manata çıxır. Doğrayana pul veririk, maşından boşaldana pul veririk, yığana pul veririk. 1000 manata qədər bir maşın odun 1000 manata qədər çıxır. Qışda soyuq olur. Xahişlə kömək edir. Vəziyyət gəli ağırdır. Qocayam, soyuğu davam getirə bilməm. Ne kadar paltar giysə də pisəyirəm. Xahişlə kömək edir. Onun həyat yoldaşı 76 yaşlı Faizat Kurumova da istilik probleminin ailə büdcəsinə ciddi təsir etdiyini deyir. Odun bahadır, odun de Xuraydan alıram 600 manata. 300-400 pensiyada alam. Bundan ne gelir? Dermanı veririm, bura veririm. Həmişə xəstədir, həmişə iğnədir içindədir, biraz kömək gelir. Bu qonşuda deyə qonşuda. Buraya qədər gelir. O çəkilən yerlə sizin evin arası nə qədər? 100 metrdə heç olmur. Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, vətəndaş evinin qazlaşdırılması üçün Asan Kommunala müraciət edərək texniki şərt almalı, daha sonra podratçı təşkilat vasitəsilə qazlaşma işləri aparılmalıdır. Aytəkin Alxaslı, Füqar Ağayev, Bizim Media, Şimal Bürosu.